zəfərim. Öndə durub dəmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Azərbaycan əskəri, duamızdır el-obanın nəzəri, əbədiyyət soraqlıdır səhəri, mübarəkdir, mübarəkdir zəfəri. 44 günlük qəhrəmanlıq dastanı, heyran edib el-obanı dünyanı. 44 günlük qəhrəmanlıq dastanı, heyran edib el-obanı dünyanı. Azərbaycan qələbənin ünvanı, Azərbaycan qələbənin ünvanı. Öndə durub dəmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Öndə durub dəmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Azərbaycan qələbənin ünvanı, Azərbaycan qələbənin ünvanı. Öndə durub dəmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Öndə durub dəmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Mübarəkdir, mübarəkdir zəfərim. Mübarəkdir, mübarəkdir zəfərim. Azərbaycan qələbənin ünvanı. Çox təşəkkür edirəm Təranə xanım. Xoş gəlmisiniz proqramımıza. Axşamınız xeyir olsun. Dəyərli televiziya tamaşaçıları, hər birinizi xoş gördük mənim əzizlərim. Bu gözəl musiqi, bu gözəl mahnı, qələbəmizi, zəfərimizi özündə vəsf edən mahnı bugün sizə təqdim olundu. Mahnının müəllifi də buradadır, proqramımızın qonağıdır. Bizim dəyərli şairəmiz, tərəqqi medallı şairəmiz Nəsibə xanım İsrafil qızı bu mahnının müəllifidir. Mən bilirəm ki, sizin belə gözəl şeirləriniz var Nəsibə xanım. Bugün o şeirləri demək günüdür. Nuranə xanım, ilk öncə xalqımızı salamlayıram. Bayram günü münasibətilə səmimi qəlbdən təbrik eləyirəm. Və mən sizə təşəkkür eləmək istəyirəm. Bizi bura bu mübarək gündə dəvət etdiyiniz üçün. Mübarəkdir zəfərin mahnımız ilk dəfədir ki, efirdə səslənir. Onun təqdimatıdır, bəli. Xalq üçün təqdimatıdır. Bu mahnı səsləndi bizim əzizimiz İmruzə xanımın yaradıcılıq gecəsində. Bəli, bu yaxınlarda Teatrda olmuşdur, qəşəng bir konsert oldu. O konsertin açılışı bəs Təranə xanıma həvalə olundu. Mahnı ilə açılış elədi. Bu mahnı ilə. Bəli, o konsertin də adı Mübarəkdir zəfərim idi. Amma televiziya tamaşaçıları üçün getməmişdi. Yaşıl teatra gələn tamaşaçılar dinləmişdi. Mən Təranə xanıma da bizim əzizimizə, bizim əməkdar artistimizə bəli, təşəkkür eləyirəm. Mən İmruzə xanımı buradan salamlayıram bu mübarək mahnı üçün. Və sizin televiziyaya minnətdarlığımı bildirirəm. Mən sizə, siz bizim ümumilli liderimiz Heydər Əliyevə həsr olunmuş Xilaskarın mahnısında təqdimatını məhz siz elədiniz. Və orada dedim ki, Nuranə xanım, bizim təbii ki, mənim sözlərim vətənpərvər mahnılardır. Nə qədər mahnılarımız olsa, onların təqdimatını sizdə eləyəcəyik. Təşəkkür. Və mən buradan salamlayıram bizim əzizimiz Aytən xanım Məhərrəmovanı. Aha. O da sizin verilişdə qonaq olmaq istəyir. Səbəb odur ki, bizim yeni bir mahnımız gəlir, Türk Soy. Nə gözəl hazırlanır. Bəli, aranjmandan elə bugün hazır olmalıydı, çatdırmadıq, yoxsa bir yerdə gələcəkdi. O öz uşaqları ilə, ansamblı ilə o ifa eləyibdi. Onun da sözləri mənim, musiqisi bizim sevimli bəstəkarımız İlhamə Adil qızınındır. Çox gözəl. Yeri gəlmişkən buradan o əzizimizi də salamlayırıq. İlhamə xanım da çox dəyərli bəstəkardır. Yəni danışmağa qalsa söz çoxdur, amma
icazənizlə bugün Azərbaycanımızın bayramıdır, Bəli. xalqımızın bayramıdır, millətimizin bayramıdır, bizi sevənlərin bayramıdır deyə bir Təranə xanımın da çox sevdiyi, dəyər verdiyi və çoxlarının arzusu ilə mesajlara baxdım. Bir Azərbaycan şeiri demək istəyirəm. Məmnuniyyətlə. Bugün Azərbaycanın günüdür, bugün müstəqilliyimizin günüdür, bugün bayram günüdür. Bugün nə qədər Azərbaycan sözü desək, bir o qədər ürəklərə yayılacaq. Buyurun. Sən dünyaya gələndə məmləkətim, məkanım. Kim qoyubdur adını mənim Azərbaycanım? Nə qədər məna vardır dörd hecalı adında. Canı sənə can deyir, doğmanın da, yadın da. Azərin, Baycanım var, səndən götürülüb adlar. Xəzansız gülüstansan, sənə göz tikir yadlar. Zülmətlərə nur verən ay yazılıb sözünə. Sonra da can kəlməsi yer alıbdı özünə. Dilimizin haycanı səndən alıb aycanı. Adıyla tanıyıbdı dünya Azərbaycanı. Ər sözü var sinəndə, ərlik özü var səndə. Milyonların gizlənib ərə birləşən zərdə. Azərin, Baycanım var. Hay canın, ay canım var. Səndən gözəli varmı cənnət misallı diyar? Adın ilkdir, əzəldir, ərin, zərin, gözəldir. Bütün aləm yığılıb səni seyrinə gəldi. Vətənimin adısan, nə söyləyim bilmirəm. Hər kəs özü oxusun, artıq heç nə demirəm. Sənlə nəfəs alıram, həqiqəti nə danım, damardan axan qanım. Sənə qurbandı canım, can can, Azərbaycanım. Sənə qurbandı canım, can can, Azərbaycanım. Təşəkkürümü bildirirəm. Çox gözəl şeirdir. Gəlmişkən bildiririk. dünyanın hər Bəli. yerində olan Azərbaycanlılarımızı bu mübarək gün münasibəti ilə hamımızın adından təbrik eləyirəm. Onlara da uzun ömür, can sağlığı arzulayıram. Həmişə birliyimiz olsun, dostluğumuz Təşəkkürümüzü olsun. bildiririk. Əziz tamaşaçılarımız və bu arada Nəsibə xanım sizdən bir gözəl şeir istəyəcəm. Əzlərim, Xorama xanımı da salamlayırıq. Çox gözəl şeir idi. Doğrudan da, yəni gözümün önünə sıra dağlar gəldi. Bir qəribçilik, bir sevgi, bir sevda. Allah onu qorusun. Və mən buradan təşəkkür eləmək istəyirəm Nurlan qardaşımıza. Bizim möhtəşəm bir tədbirimiz oldu. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyində. Onu dəvət eləmişdik. Gəldi, çox möhtəşəm ifası ilə bütün qazilərimizi ayağa qaldırdı. Siz inanın ki, tədbirimizə, şənliyimizə, məclisimizə, Qurban Bayramı günüsü idi. Qazilərə qurban payı verirdik. Bəlkə özünün yadından çıxıb, ona görə yadından çıxır ki, çünki o möhtəşəm tədbirlərə tez-tez gedir və ifaları ilə hər kəsin könlünü oxşuyur. Mən amma o gün yadıma düşdü, bir şeir demək istəyirəm. Bir gözəl şeir istəyəcəyik sizdən. Buyurun. Qartal olub göylərdə, ağ dumana büründük. Torpağı qucaqlayıb, dizin-dizin süründük. Öpüb bayrağımızı, anda sadiq qalan biz. Yurdunu yağlardan 44 günə alan biz. Vətən aşiqləriyik. Ayağım olmasa da, ürəyimlə gedərəm. Gözlərim görməsə də diləyimlə gedərəm. Yenə gəlsə yağlar, yenə də gedərəm mən. Şəhid olan vətən üçün, tək sağ olsun vətən. Vətən aşiqləriyik. Koroğlu dəlisiyəm, Babəyimin ərəni. Kaş görəydiz Şuşanda yaranan mənzərəni. Qalanı geri alıb, igidlər zəfər çaldı. Adları bu cahanda Şuşa Fatehi qaldı. Şuşa Fatehi qaldı. Vətən aşiqləriyik, vətən aşiqləriyik. Buyurun əzizim. Bircə dəqiqə icazə verin mən Nəsibə xanım haqqında. Nəsibə xanım gözəl şairədir. Bəli. Onun qalaq-qalaq kitabları var, oxumaq lazımdır. Və
çoxlu mahnıları var, onlarca mahnıları var. Onlara mahnı bəstələmək lazımdır, şeirlərə. Mahnı bəstələmək də lazımdır, amma mahnıları da var. Bəli. Onlarca. Kitab Təşəkkür yenidir. edirəm. Deməli bu kitabın adı Nəğməkar qız. Aha. Respublikanın əməkdar artisti Rəhlə xanım Bəndəliyevə həsr olunub. Onu da buradan salamlayıram. Sənətkarı Mənim vətənpərvər salamlayıram. mahnılarımın bir neçəsinin ifaçısıdır və kitabın müəllifi mənəm. O kitabı sizə hədiyyə gətirmişəm. Təşəkkür. Bu bayram günü bu bu bayram gözəl bir günündə hədiyyə oldu. sizə ərmağan olunsun və hər kəsə təşəkkür eləyirəm. Sizə də təşəkkür eləyirəm. Xalqıma təşəkkür eləyirəm bizi şair elədikləri üçün. Allah bizim şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıram və qeyrətli insanların hər birinə bayramınız mübarək olsun deyirəm. Təşəkkür. Minnətdarlığımı bildirirəm. Bir daha bayramınız mübarək olsun Azərbaycan.